Salam, kanalıma ve vloguma hoş gəlmisiniz. Bugün sizlerle birlikte mən rayona gəlmişəm. Babamın ad günüdür, yəni yubileydir. 60 yaşı olur. Daha doğrusu anamın atasının da, yəni. Ad gününə gəlmişəm. Sabah tezdən gedəcəyim. Əslində mən 3 günlük vlog çəkməyi fikirləşirdim. Amma vaxtım olmadı. Tez, yəni hər şey çox tez gəldi. Ona görə də yarımçıq qaldı. Amma mən başlanğıcda sizə qısa belə deyim nələr olub. Dünən mənim bacımın 9-cu sinif idi və onun imtahanı idi. 13 aprel 290 saylı məktəbdə idi. Biz oradaydıq tezdən. Tezdən oradaydıq. Sonra oradan da gəldik evə rahatlaşdıq. Çıxdıq rayona. Mən bilmirəm, bilirsiniz, Sabirabad rayonundayım. Yəni nənəm gilində evi həyət evi olduğu üçün çox rahatdır. İndi gəlin sizə həyət evini göstərim. Buradan girişdir. Bağçası. Burada maşındır. Aha, dalını da göstərim. Bura həyət evidir. Bu evin arxasıdır. Burada dəmir dümür var. Nənəm kabab eləyəcək. Bu arada separa baxın. 8 Mart'da atam hədiyyə almışdı. İçində incə olan kolyelərdən. Bu arada mənim xalamla, xalam oğlu və xalam qızı da buradadır. Dayım da buradadır ad günü keçirməyə görə. Və xalam qızı 1 yaşındadır. 1 yaşında olduğu üçün yəni istədiyini etdirə bilir. Adı Fatimədir. Aha, xalam qızımın adı Fatimədir. Ona görə də 1 yaşında olduğu üçün yəni götürdü mənə lak vurdu. Lakın da rəngi sarı idi. Sizə kombinimi çəkim buradan. İndi kombinim alt köynək giymişəm. Altına qara şalvar. Üstünə də Adidas'ın ceketini giymişəm. Yarısı burada qurtarır. Birazdan yenə atacağım. Çox yorğun olduğum üçün, yəni videonun sonunu çəkə bilmədim. Amma yenə də sağ olun, kanala abunə olub like atmağı unutmayın.